Salam, mən Nərmin müəllimə. Bu videoda mən sizin üçün deməli su və mineral maddələrin eyni zamanda üzü maddələrin daşınmasından danışacağam. Deməli, birinci olaraq transpirasiyadan danışacağıq və ondan sonra ən sonda transpirasiya belə deyək də təbii ki, su və mineral maddələr udulmalıdır ki, transpirasiya prosesi baş verə bilsin. Eyni zamanda sonda isə sizə üzü maddələrin daşınmasına necə daşınır bu haqqında məlumat verəcəm. Deməli, transpirasiya nədir? Bilirik ki, su və suda həll olunmuş mineral maddələr kökün əmzi telləri vasitəsilə udulur və bu udulmuş maddələr kök boyu hərəkət edir, ondan sonra gövdəyə ötürülür, gövdədən isə yarpaqlara ötürülür ki, yarpaqlar vasitəsilə də transpirasiya həyata keçirilir. Hələ ki, ondan transpirasiyadan danışmamızdan əvvəl, birinci bu apoplast marşrut, simplastik marşrut və transmembran marşrut nədir? Bundan danışaq. Deməli, biz bu şəkilə diqqət yetirəcəyik. Deməli, bilirik ki, apoplastik marşrut var, simplastik marşrut var, bir də transmembran marşrut var. Apoplastik marşrut zamanı su və suda həll olunmuş maddələr, baxın, qırmızı ilə göstərilib, üstünə qaralamıram ki, burada aydın görsənir. Su və suda həll olunmuş mineral maddələr hüceyrə araları ilə hərəkət edir. Görürsünüz ki, hüceyrənin içərisinə daxil olmur. Baxın, bunlar hüceyrələrdir. Bax, hüceyrələrin içərisinə daxil olmur. Hüceyrə arası hissələrdən hərəkət edir. Deməli, birinci əmzi tellərlə udulacaq. Ondan sonra kökün xarici hissəsi onun epidermisi ötürüləcək. Epidermisdən keçəcək korteksə. Korteksə keçdiyi zaman burada endodermisi ötürülməzdən əvvəl burada bənövşəyi rəngdə olan burada Kaspari zolağıdır. Bu hissədən keçməlidir. Bu hissə isə suyu keçirtmir. Deməli, apoplastik yolla hərəkət edən su və suda həll olunmuş mineral maddələr bu yolla Kaspari zolağına keçə bilməyəcək. Ondan sonra transmembran marşrut, deməli, apoplastik boyunca hərəkət edən bəzi su və suda həll olunmuş maddələr epidermis və korteks hüceyrələrinin protoplastına daxil olur, yəni daxili möhtəviyyətinə daxil olur. Ondan sonra simplastik yolla davam edir. Deməli, apoplastik yolla gələn maddələr simplastik yolla davam eləməlidir. Yəni hüceyrənin içərisinə daxil olmalıdır. İndi o şəkildə də ötürülür. İndi simplastik yolda danışanda ardınca o belə deyək, proses necə tamamlanır onu deyəcəm. Deməli, simplastik yolla göy rəngdə göstərilib. Deməli, simplastik yolla necə daxil olur? Su və suda həll olunmuş maddələr əmci tellər vasitəsilə udulur. Ondan sonra epidermisə keçir. Epidermisdən keçməlidir kök korteksinə. Kök korteksindən keçəndən sonra təbii ki, bir də onu qeyd edir ki, simplastik yolla hərəkət edəndə su və suda həll olunmuş maddələr hüceyrə daxilində hərəkət edir. Yəni onların hərəkət etməsi daha rahatdır. Yəni hüceyrənin içərisində hərəkət edir. Amma bir fərqi var ki, apoplastik marşrutdan fərqi ondan ibarət ki, apoplastik marşrutda su və suda həll olunmuş maddələr daha sürətlə hərəkət edir. Amma simplastik marşrutda hüceyrədən hüceyrəyə keçdiyi üçün belə deyək də daha çox yoxlanışdan keçdiyinə görə, bir hüceyrədən digər hüceyrəyə keçəndə daha çox yoxlanışdan keçdiyinə görə, ona görə deməli daha yavaş hərəkət edir. Deməli, epidermisdən keçdi, gəldi korteksə. Korteksdən endodermisə daxil olması üçün Kaspari zolağından keçməlidir. Hüceyrənin daxilində olduğu üçün Kaspari zolağından rahat keçə bilir. Kaspari zolağından keçdikdən sonra gəlir, burada bir dənə hissə var. Bu hissədə deyirik ki, perisikl. Bu hissədə şəkildə görsənməyib, amma perisikl adlanan hissədən keçir. Perisikl adlanan hissədən keçdiyi zaman belə deyək də, perisikl insanın sinir sistemini xatırladır. Elə bir insanda sinir sistemi nə iş görürdü? Bütün orqanların işini tənzimlərdir. Elə bir ora məlumat gəldisə, məlumatı ötürən sinir sistemidir. Bu da perisikla məlumat gəldiyi zaman bu endodermis hüceyrələri ötürücü sinirlərə keçdi və perisikla daxil oldu və perisikla daxil olduğu zaman məlumat ötürülür kıslemaya və su və suda həll olunmuş maddələr də kıslemaya ötürülür. Yəni apoplastik və simplastik marşrut bu şəkildə həyata keçirilir. Bundan sonra artıq kislemə yığılmış su və suda həll olunmuş mineral maddələr deməli traxeidlərə və boru elementlərinə ötürülür və oradan da gövdəyə, gövdədən də yarpaqlara bu şəkildə gedir. Yəni deməli epidermis, endodermis, korteks falan bunlar gördüksə, xüsusən endodermis və korteks bunlar demək ki, söhbət kökdən gedir.
Və eyni zamanda qeyd edirik ki, su və suda həll olunmuş maddələrin ötürülməsi həm aktiv, həm pasiv şəkildə gedir. Çünki suyun ötürülməsi pasiv şəkildə baş versə də, osmoz yolu ilə baş versə də, mineralların ötürülməsi isə aktiv şəkildə, aktiv daşınma ilə bu şəkildə davam edir. Və eyni zamanda deyirik ki, bitkilərdə deməli transpirasiyanın sürəti onun yaşadığı ərazidən də asılıdır və ondan biraz sonra danışacağıq və eyni zamanda deyirik ki, müxtəlif bitkilər yaşadığı əraziyə uyğun olaraq müxtəlif miqdarda su və suda həll olunmuş maddələri, daha doğrusu suyu transpirasiya edirlər. Yəni məsələn bir qarğıdalı bitkisi bir mövsüm ərzində 60 litrə qədər su transpirasiya edir, yəni buxarlandırır. Bu da belə deyək də böyük bir rəqəmdir. Yəni bitkilər kifayət qədər suyu udub belə deyək də buxarlandıra bilirlər. Və eyni zamanda bu da bitkinin hündürlüyü nə qədər hündür də olsa, bitki 120 metrdən çox da yüksəklikdə belə olsa, bitki suyu sorub buxarlandırmaq gücünə malikdir. Bu nə ilə təmin olunur? Təbii ki, kök təzyiqi ilə təmin olunur. Kök təzyiqi necə yaranır? Deməli, bilirik ki, kökdə əmci tellər var. Bunlar vasitəsilə su və suda həll olunmuş mineral maddələr udulur və bu udulduğu zaman mineral maddələr kökdə çoxaldığı üçün belə deyək də əsasən mineralların daha çox udulduğu üçün mineral maddələr kökdə çoxalır və osmotik təzyiq artır. Hər zaman bitkinin su və suda həll olunmuş maddələri sora bilməsi üçün, ümumiyyətlə suyu sora bilməsi üçün onun özündə osmotik təzyiq torpaqdakı osmotik təzyiqdən aşağı, daha doğrusu çox olmalıdır. Yəni ki, qatılıq bitkidə çox olmalıdır ki, bitki suyu sora bilsin. Bitki nə qədər çox su sorsa, bir o qədər də çox buxarlandıra bilir. Yəni buxarlandığı zaman da suyu buxarlandırır, minerallar qalır. Yəni daha çox buxarlandıra bildiyinə görə, suyu buxarlandırıb mineral qaldığına görə orada osmotik təzyiq yenə də artır kökdə və bitki daha çox su sora bilir. Və bu təzyiq sayəsində su kökdən yarpaqlara doğru daşınır. Və bəzən elə ola bilir ki, xüsusilə də bu ot bitkilərində müşahidə olunur. Məsələn, şəkildə burada çiyələk bitkisi göstərilmişdir. Çiyələk bitkisinin üzərində göstərilmişdir. Deməli, bəzən elə olur ki, su və suda həll olunmuş maddələr lap yuxarıya qədər qalxmır və bu zaman onu bitkidən damcı şəklində xaric olurlar. Damcı şəklində xaric olduğu zaman buna deyilir qutasiya hadisəsi deyirik. Yəni kökün deməli yarpaqların uclarında hidatotlar yerləşir ki, hidatotlardan sular damcılar şəklində xaric olur ki, buna da qutasiya hadisəsi deyilir və qutasiyanın transpirasiyadan fərqi ondan ibarət ki, transpirasiya zamanı yalnız su xaric olur, amma qutasiya zamanı isə eyni zamanda suda həll olunmuş mineral maddələr də xaric ola bilir. Quraqlıqda olan bitkilərdə ağcıqların sayı az olur və bu tip bitkilər ağcıqlarını gündüzlər qapayırlar, gecələr açırlar. Ona görə də onlarda buxarlama əsasən gecə vaxtları baş verir, amma gündüz vaxtı transpirasiya zəif olur və rütubətli yerlərdə yaşayan bitkilərdə ağcıqların sayı çox olur, amma kök təzyiqi aşağı olduğu üçün onlar çox su buxarlandırmırlar. Və kifayət qədər su sorduğu üçün, sora bildiyi üçün, yəni kök təzyiqi də aşağı olur və belə deyək də osmotik təzyiq aşağı olur bitkidə. Ona görə də kök təzyiqi də aşağı düşür və bitki çox su buxarlandırmır və temperatur artdıqca buxarlanma artır, təbii ki, müəyyən həddə qədər. Müəyyən həddən sonra artıq buxarlanma dayanır və bitki özünü qorumaq üçün yarpaqların səthinin sayəsini artırır, və yaxud da yarpağın tikana çevirir. Məsələn, kaktus kimi bitkilərdə yarpaqlar tikana çevrilmişdi. Niyə? Çünki orada suyu buxarlandırmanın qarşısını almaq üçün, yəni o qədər səthin sayəsi kiçilib deməli su buxarlandırmasın deyə səthin sayəsini o qədər kiçildib ki, hətta fotosintez prosesini bitkinin gövdəsi yerinə yetirmək məcburiyyətində qalır. Yəni bitkinin yarpağı fotosintez prosesini yerinə yetirə bilmir. Eyni zamanda küləyin də artması bitkilərin su buxarlandırmasını artırır və təbii ki, müəyyən həddə qədər və bitkilərdə xüsusi bir absis turşusu var ki, bu belə deyək də
əks işləyir də. Yəni ki, qarşısını alır. Tutaq ki, toxumun cücərməsini dayandırır. Məsələn, və yaxud da ki, ağcıqları qapıyır. Ağcıqları qapıyırsa transpirasiyanı dayandırır. Deməli, təbii ki, bitki də bir orqanizmdir. O öz başına hərəkət eləmir də. Orqanizm idarə olunur. Bu da necə idarə olunur? Xüsusi hormonların təsiri ilə. Absis turşusu bir xüsusi bir hormondur. Bu hormon əgər çox isti olarsa, çox külək olarsa falan, bu zaman absis turşusu hormon miqdarı artır və o belə deyək də xüsusi maddə hormonu ifraz eləyir ki, bu da ağcıqların qapanmasına səbəb olur. Ağcıqlar da qapandığı zaman suyun transpirasiyası dayanır. Koheziya və deməli adgeziya nədir? Ondan danışacağıq. Bir də suyun dartma, elə bir aşağıdan yuxarı doğru dartılması necə bir prosesdir? Bundan danışacağıq. Deməli, buxarlanma və koheziya, bunlar deməli kök təzyiqindən yarpaqlara, suyun kök təzyiqindən yarpaqlara doğru daşınmasında ən önəmli faktorlardır. Yəni ən önəmli buxarlanma və deməli koheziyadır. Ki suyu torpaqdan daşınsın. Sonra kök təzyiqidir. Ən az isə damarların ölçüsüdür. Yəni daha dar damarlarda daha sürətlə su hərəkət eləyir. Və koheziya nə deməkdir? Koheziya deməli su molekulları, koheziya su molekullarının bir-birini çəkmə qüvvəsidir. Yəni ki, su molekulları, tutaq ki, bu su molekullarıdır. Bunlar bir-birinə belə ilişib bu şəkildə dartınır. Bunlar arasında hidrogen rabitələri var və bu hidrogen rabitələri bunları bir-birinə bağlayır və su molekulları bir-birindən qopmadan aşağıdan yuxarıya doğru, yəni kökdən yarpağa doğru hərəkət eləyir ki, buna da deyilir koheziya. Eyni zamanda hüceyrənin divarlarında su ilə hüceyrə divarları da arasında hidrogen rabitəsi ilə bağlantı yaranır. Bu bağlantıda suyun deməli yuxarı dartılmasına kömək edir. Yəni su axıb təzən bir də ekstremadan torpağa qayıtmasın da buna belə deyək də təkan verir. İndi bu şəkildə bir dənə baxaq. Deməli, burada nə göstərib? Transpirasiya zamanı su buxarı yarpaq belə deyək də yarpaqdan çıxan zaman yarpaqla hava arasında xüsusi belə deyək də təbəqə var ki, bu zaman diffuziya yolu ilə yarpaqda olan su havaya çıxır. Və eyni zamanda İndi bu hissəsinə baxaq. Deməli, deyir ki, transpirasiya ilə ötürülən su buxarı mezofil hüceyrələri əhatəyən su təbəqəsindən buxarlama ilə əvəzlənir. Yəni, mezofil hüceyrələrdə bilirik ki, orada süngərvari hüceyrələr var ki, onlar arasında boşluqlar var idi və o boşluqlar suyun buxarlanmasına təkan verir, yəni şərait yaradır və bu zaman su o aşağı hissədən, yəni kökdən, gövdədən gələn su, belə deyək də, hüceyrə arası boşluqlardan keçir. Və keçdiyi zaman yenə də su buxarlanması ilə, su buxarlanması təbəqəsi ilə hava arasında yenə də belə deyək, müəyyən əlaqə yaranır. Bu zaman hüceyrə divarı, buradakı kimi, hüceyrə divarı nisbətən içəri doğru basılmış olur. İçəri doğru basıldığına görə də səthin sayəsi artır və bitki daha çox suyu buxarlandıra bilir. Ondan sonra aşağı hissədən gərginliklə su daha çox dartılır, yəni kökdən, gövdədən daha çox dartılır ki, daha çox da su buxarlama ilə xaric ola bilsin. Və nə qədər ki, çox su xaric oldu, ksema ilə də o qədər çox su torpaqdan deməli torpaqdan sorulur. Və indi bu şəkildə baxaq. Ksema şirəsinin qalxması və bu şəkildə baxırıq. Su, sonra təbii ki, torpaq parçacığı nəticə onun arasından, torpaqlardan arasından keçir. Əmci tellər vasitəsilə su molekulları udulur. Udulduğu zaman keçir ksema borularına, adgeziya və koheziya sayəsində. Koheziya nə idi? Su molekulları hidrogen rabitələri bir-birinə əlaqələnir və onların bir-birinə əlaqəsi bu şəkildə də göstərilib. Bir-birinə əlaqəsi imkan verir ki, su molekulları yuxarı dartılsın. Yəni bir-birinə ayrı deyil ki, qopub düşsünlər. Eyni zamanda adgeziya nə idi? Su molekullarının hüceyrə divarı ilə hidrogen rabitəsi bir-birinə əlaqəsi. Bundan sonra artıq bu şəkildə yuxarı doğru qalxır və keçir gövdən ksema borularına, sonra da yarpağın ksema borularına keçir və
ağcıqlar vasitəsilə su belə deyək də buxarlanır. Yəni buxarlanma, koheziya, adgeziya bu qədər. Bir də kavitasiyadan danışacağıq. Deməli, kavitasiya nədir? Deyirik ki, su molekulları borularla hərəkət edirlər. Məsələn, traxeidlərlə, boru elementlərlə hərəkət edirlər. Bu zaman quraqlıq dövründə, xüsusilə də və yaxud da ki, qış dövründə ksillema şirəsini donan zaman bu proses baş verir ki, yəni suda qabarcıqlar əmələ gəlir. Suda qabarcıqlar əmələ gəlməsi də bu da ksillema borularını, kanallarını tıxayır. Tıxadığı zaman da su hərəkət edə bilmir. Ona görə də su donur, belə deyək. Və bir də bu kavitasiya sayəsində baş verir deyirik. Və eyni zamanda deyirik ki, ksillema boruları ölü hüceyrələrdir. Bunu bilirik. Belə deyək də, orta məktəb dərsinə əsasən də bilir ki, ksillema boruları ölü hüceyrələrdən ibarətdir və yaşlı ksillema boruları suyun daşınmasına iştirak eləmirlər. Ancaq cavan ksillema boruları suyun daşınmasına iştirak edirlər. Hətta alimlər ksillema borularının ölü olduğunu belə deyək də sübut eləmək üçün xüsusi bir zəhərli maddə bitkiyə veriblər, suyun içinə qatıblar da və bitki bu suyu sorur və sorduğu zaman o ölü hüceyrə elə bir o zəhərli maddə hüceyrələri öldürə gedib yarpağa qədər gedib çıxa bilir. Yəni o hüceyrələr ölsə belə bu su və suda olmuş maddələr gedib yarpağa qədər çıxa bilir. Bunu sübut eləməyə çalışıblar. Və eyni zamanda deyirik ki, bəzi hallarda suyun floymadan ksillemaya ötürülməsi də baş verə bilir və bu da ağızlarda kavitasiyanın qarşısını alır. Yəni qaz qabarcıqlarının əmələ gəlməsinin qarşısını alır. Və bəzən su simplastik yolla ksillemadan floemaya ötürülə bilir. Eyni zamanda ötürücü şüaların parenxima hüceyrələri vasitəsilə də geriyə, yəni floemadan ksillemaya keçə bilir. Və su ksillemadan floemaya adətən suyun çox olduğu gecə saatlarında keçə bilir və sonra isə bitkiyə lazım olanda isə yenidən floemadan ksillemaya ötürülə bilir. Bu da belə. Sonra isə danışacağıq stomaların açılıb bağlama mexanizmi. Stoma nə idi? Ağcıqlar. Ağcıqlar nə zaman açılır, nə zaman bağlanır? Bilir ki, ağcıqlar açıqdırsa, bitki suyu buxarlandırır. Ağcıqlar qapalıdırsa, bitki suyu buxarlandırmır. Yəni, bitki suyu buxarlandırmasın deyə ağcıqlar qapanır və ağcıqların açılıb bağlanmasını, yəni bağlanmasını təmin edən absis turşusudur. O xüsusi bir hormondur. Bu ağcıqlar qapıyır. Əgər ifraz olduğu zaman ağcıqlar qapanır və o ağcıqların açıb bağlanmasını eyni zamanda tənzimləyən bir hormondur. Eyni zamanda ağcıqların açılıb bağlanmasını təmin edən başqa faktorlar da var. Və deyirik ki, məsələn, fotosintez zamanı bitki karbon qazını udur. Karbon qazını udur. Bu zaman ətrafda karbon qazı miqdarı azalır və bitki fotosintez edir. Yəni, tutaq ki, belə reaksiyada 6CO2 üstəgəl 6H2O alınır. C6H12O6 üstəgəl 6 mol O2. Bitki neynədir? Üzü maddə istehsal elədir. Deməli, bitkinin ağcıqlarında, bir də onu qeyd etmədim, deməli, bu ağcıqlardırsa bunun ətrafında qonşu hüceyrələr var. Qonşu hüceyrələr var. Onlar nəzərinizdə tuturuq. Yəni, bitkinin ağcıqları 2 dənə qapayıcı hüceyrədən ibarətdir. 2 dənə qapayıcı hüceyrədən ibarətdir. Bitki karbon qazını uddu, fotosintez etdisə, deməli, bu hissədə qlükoza artdı. Qlükozanın artması nəyə səbəb oldu? Burada qatılıq artdı. Yəni, həll olan maddənin miqdarı artdı. Həll olan maddənin miqdarı artdığına görə bitki, yəni qapayıcı hüceyrələr qonşu hüceyrələrdən su udur. Su udduğu zaman, bu zaman ağcıqlar qapanır, daha doğrusu açılır və bitki suyu buxarlandırır. Deməli, karbon qazının udması, ətraf mühitdə karbon qazı çoxdursa, bitki daha çox karbon qazı udursa, bu ağcıqların açılmasına səbəb oldu. Eyni zamanda qapayıcı hüceyrələrdə kalium müsbətin də belə deyək də artması, qatılığı, qapayıcı hüceyrələrdə qatılığı artırdığına görə bitki yenə də qonşu hüceyrələrdən su udur. Su udduğu zaman
suyu buxarlandırmalıdır. Artıq olan suyu qatılıq artdı, yəni qapayıcı hüceyrədə. Buna görə də su udmalıdır. Yəni osmotik təzyiq artdı qapayıcı hüceyrədə. Ona görə ətrafdan özünə su udmalıdır. Su uddusa, suyun artığını xaric eləməlidir. Deməli, kalium müsbətin qatlığı artanda bitki ağcıqların açılması baş verir. Yəni transpirasiya sürətlənir, bunu da deyə bilərik. Eyni zamanda bitki bilirik ki, glukoza hazırlayır və gündüzlər bunu edə bilir. Qaranlıqda bunu edə bilmir. Qaranlıqda ondan istifadə eləyir. İstifadə etdiyi zaman da orada qatılıq azaldığına görə, qapayıcı hüceyrədə qatılıq azaldığına görə ağcıqlar qapanır və ancaq bəzən elə olur ki, bitki o hazırladığı üzüm maddəni nişastaya çevirir. Yəni glukozanı çevirir nişastaya, ehtiyat şəklində toplayır. Glukozanı çevirir nişastaya, ehtiyat şəklində toplayanda da qatılıq azalır və ağcıqlar qapanır və bitki su udmur. Yəni qonşu hüceyrələrdən su udmur. Bunu da yadınızda saxlayırsınız. Yəni özündən su verir hətta qonşu hüceyrələrə. Bu da bir yolu. Eyni zamanda bitki, yəni qapayıcı hüceyrələr qonşu hüceyrələri kalium verdiyi zamanda, tutaq ki, bayaq deyirdik, kaliumu özündə toplayır. İndi deyir ki, qonşu hüceyrələrə verir. Qonşu hüceyrələr kalium verdiyi zaman özündə kalium azalır, yəni qatılıq azalır. Qatılıq azaldığına görə osmotik təzyiq azalır. Buna görə də ağcıqlar qapanır, bitki suyu buxarlandırır. Çox küləkli havalarda da absis turşusu ifraz olunur. O da ağcıqları bağlayır ki, suyu çox buxarlandırmasın. Eyni zamanda deyə bilərik ki, pH-ın artması da belə deyək də suyu osmotik təzyiqi artırır. Osmotik təzyiq də artdığına görə ağcıqlar açılır. Məsələn, bunu belə deyirik. pH ola bilər 7, 8, 9 bu cürdə ola bilər və yaxud da 7-dən aşağı da ola bilər. pH 7-dən yuxarıdırsa qərəvli mühitdir. 7-dən aşağıdırsa demək turş mühitdir. Əgər bilirik ki, bitkidə karbon qazı var ki, bu karbon dioksid, yəni turşudur və eyni zamanda amin turşular var. Bunlar da absis turşusudur. Bunlar da yəni turşuluğu artırır. Yəni pH-ı aşağı salır. Amma bitki tutaq ki, karbon qazından istifadə eləsə, bu zaman turşuluq azaldı. Düzdürmü? Turşuluq azaldığına görə pH artdı. Yəni qələviləşdi. Ona görə də dolayısıyla yenə də karbon qazından istifadə edib üzüm maddə hazırladığına görə qapayıcı hüceyrələrdə deməli qatılıq artır. Qatılıq artdığına görə osmotik təzyiq də artır. Bitki qapayıcı hüceyrələr qonşu hüceyrələrdən suyu udur. Qonşu hüceyrədən su udur. Su udduğuna görə, burada su çoxaldığına görə ağcıqlar açılır və deməli suyu buxarlandırır. Demək ki, işıqlı gündə əgər pH artarsa, bu zaman osmotik təzyiq də artır. Bu zaman ağcıqlar da açılmış vəziyyətdə olur. Bütün bunlarla əlaqədar olaraq bitkilərdə suyu buxarlandırmağı azaltmaq üçün müəyyən adaptasiyalar var. Adaptasiya nədir? Yəni uyğunlaşma. Məsələn, bu xüsusilə kserofit bitkilərdə, yəni quraqlıq yerində yaşayan bitkilər üçün xarakterikdir. Yəni onlar quraqlıq ərazilərdə yaşayıb qala bilmələri üçün müəyyən uyğunlaşmalar əldə etmişlər və ksero sözü mənası da quru deməkdir. Və məsələn, deyirik ki, tutaq ki, məsələn, bu bitki deyirik ki, Ocotilio bitkisi günün çox hissəsini yarpaqsız olur. Yəni belə də ilin çox hissəsini yarpaqsız olur. Çünki quraqlıq yerdə yaşayır. Haçan ki yağışlı keçdi gün, o vaxt yarpaqlayır. Ondan sonra yarpaqladı. Sonra yenə də quraqlıq keçəndə yarpaqlar büzüşür, tökülür və bitki belə deyək də quraqlıqda yaşamağa davam edir. Əgər yarpaq qalsa üstündə məcbur suyu buxarlandırsın. Suyu da buxarlandırmadığına görə, buxarlandıra bilmədiyinə görə quraqlıqdır deyə. Ona görə də yarpaqlar onsuz da məhv olub tökülür. Və sonra bir də var ağsaqqal kaktusu bitkisi.
Və də niyə ağsaqqal deyirlər? Çünki bu şəkildə göstərildiyi kimi bu şəkildə bir quruluşa malikdir. Yəni orada xüsusi qıllar kimi ağ tükə bənzər qıllar olur ki, bu da suyu belə də günəş işığını əks etdirir ki, suyu çox buxarlandırmasın. Bəzi səhra bitkiləri də vardır ki, suyu buxarlandırmanın qarşısını almaq üçün deməli gövdəsi ətləşmiş vəziyyətdə olur. Yəni orada ehtiyac şəklində su toplayırlar. Məsələn, buna kaktusu misal göstərmək olar. Eyni zamanda dedik ki, yarpaqlarda tikana çevrilibdir və baobab məsələn iri gövdəsi var və o iri gövdəsində ehtiyac şəklində su toplayır ki, suyu buxarlandırmanın qarşısını alsın. Yəni su buxarlanmanın qarşısını alsın deyil də, daha doğrusu yəni su lazım olanda suyu tapa bilsin ona görə. Deməli, indi isə burada nədən danışacağıq? Şəkərlər mənbələrdən mənsəblərə floema vasitəsilə nəql olunur. Deməli, şəkər nədir? Bitki fotosintez edir, üzüm maddə hazırlayır ki, bu üzüm maddə şəkərdir, yəni qlükozadır. Və qlükoza bitkinin fotosintez məhsuludur. Fotosintez məhsullarının daşınması prosesi translokasiya adlanır. Bitkinin deməli üzüm maddələri aparması ksema boruları ilə baş verirsə, su və suda həll olmuş maddələri aparması ksema boruları ilə baş verirsə, üzüm maddələri aparması, daşıması isə floema boruları ilə baş verir. Və floema boruları əsasən saxarozanı daşıyır. Çünki saxarozanın daşınması daha rahatdır. Ona görə bu şəkildə deməli daşınma prosesi baş verir. Və deməli bu şəkildən danışaq. Deməli deyirik ki, suda həll olmuş maddələr apoplastik və simplastik yolla hərəkət etdiyi kimi, üzüm maddələrdə, yəni saxarozada apoplastik və simplastik yolla hərəkət edə bilir. Və bitkinin mezofil hüceyrələrində əmələ gəlmiş deməli üzüm maddələr birinci apoplastik yolla necə hərəkət edir? Apoplastik yolla hərəkət etdiyi zaman deyirik ki, apoplastik nə idi? Hüceyrənin kənarlarından hərəkət etməsi. Baxın bu hissədən hərəkət etməsi. Belə. Deməli, mezofil hüceyrələrindən gəlir və yoldaş hüceyrələri vasitəsilə yoldaş hüceyrələrinə keçir, oradan da keçir, deməli, görürsünüz, hüceyrənin kənarı ilə hərəkət elədi, heç hüceyrənin içərisinə daxil olmur. Ərəkvarı bor elementlərinə keçir və bu proseslərin baş verməsində proton nasosu da rol oynayır və H müsbət ionların qatılığı da rol oynayır ki, elə bir sürəti artırır. Onları mexanizmi sürətləndirir də, belə deyək. Onların sayəsində də bu mineral maddələr, deməli, üzüm maddələr hərəkət edir. Və bir də var simplastik yol. Simplastik yolda bu göy rəngdə işarə olmuş yoldur. Deməli, mezofil hüceyrələrindən bu artıq hüceyrənin içərisindədir. Gəlir bu plazmodesmalardan keçir. Görürsünüz bu hissə. Bu hissədən keçdi, hüceyrədən hüceyrəyə keçdi, sonra gəldi yoldaş hüceyrələr, oradan da ələkvari boru elementlərindən keçdi, hərəkət elədi. Və bəzən elə olur ki, bəzi bitkilərdə, bəzi orqanlarda üzüm maddələr simplastik yolla hərəkət etdiyi zaman gəlir, yolun yarısında qayıdır gedir apoplastik yoluna davam edir. Yəni hüceyrədən çıxır, hüceyrənin divarları ilə hərəkət etməyə başlayır. Yəni bu şəkildə də proses baş verə bilər. Və burada bu şəkildən də danışaq. Deməli, bitkidə üzüm maddələr əmələ gəlirsə, əmələ gələn hissə onun harda üzüm maddə çoxdursa olur onun mənbəyi. Hara ötürülürsə olur onun mənsəbi. Yəni bu da fəslə görə dəyişə bilir. Əgər yaz aylarıdırsa, yazdırsa, yaydısa, mənbə olur yarpaq. Mənsəb olur bitkinin aşağı hissələri. Amma bəzən elə olur ki, yəni qış aylarında, payızda, qışda bitki fotosintez edə bilmədiyinə görə gövdə yumrularında, kök yumrularında falan da, yəni məsələn kökdə toplanan üzüm maddələrdən istifadə edir. Bu zaman həmin hissələr olur mənbə, bitkinin digər hissələrinə ötürülürsə, hara kimi ötürülürsə, orada olur mənsəb. Mənbə başlayan yerdir, mənsəb bitən yerdir. Və yarpaqlarda əmələ gəlir üzüm maddə əmələ gəlir, saxaroza əmələ gəlir. Bu zaman su azalır, üzüm maddə artır, su potensialı aşağı düşür. Su potensialı aşağı düşdüyünə görə ələkvari boru elementləri ksema borularından suyu çəkir.
Su çəkdiyinə görə, yəni belə deyək də, osmotik təzyiq burada artdı, çünki qatılıq azalmışdı. Qatılıq artmışdı. Yəni su azalmışdı, qatılıq artmışdı, çünki saxaroza əmələ gəlmişdi. Yəni saxaroza ilə zəngin idi bu hüceyrə. Ona görə də ksillema borularından floema boruları su çəkdi, gətirdi aşağı qədər və su çəkəndən sonra artıq su potensialı müsbət olur da. Yəni su potensialı artır. Ondan sonra aşağıya doğru gətirdi. Gətirdiyi zaman burada ya ehtiyac şəklində toplanır saxaroza, nişastaya çevrilir ya da istifadə olunur. Ona görə də su artıq lazım olmur. Su lazım olmadığına görə ksillema borularına su geri qaytarılır. Yəni mahiyyət bundan ibarətdir. Yəni dərsimiz bu qədər. Ümid edirəm ki, anlaşıqlı oldu. Aydın olmayan hissələrdə yəni soruşa bilərsiniz. Sağ olun, uğurlar.